Hamiləliyin 18-ci həftəsi. Artıq 5 ayın içindəyik. Döl böyüyüb, hansı dəyişikliklər baş verib, hansı müayinələrdən, vacib müayinələrdən keçməliyik, anada bədənində nə baş verir, bu haqda danışacağam. Və videonun sonunda hamiləlikdə yağ ehtiyacımızı necə qarşılayacağıq, nəyə diqqət etməliyik, hansı yağlar faydalıdır, hansılar isə hamilə üçün ziyanlıdır. 18-ci həftədə dölümüz artıq 15 santim böyüklüyündədir, uzunluğundadır və 200 qram çəkisi var. Böyük bir şaftalı boydadır. Bu həftələrdə döl böyüdüyü üçün biz artıq onun orqanlarını çox ayrıntılı şəkildə görə bilirik. Əslində orqanlar bilirik ki, 8-ci həftəsində orqanogenez bitir və sadəcə böyümə gedir. Amma təbii ki, 8-ci həftədə biz dölün ürəyinin quruluşunu görə bilmirik, çünki çox kiçikdir. Amma 18 ilə 22 həftə arası olunan detallı ultrasəs və yaxud da Doppler müayinəsi deyilən bir müayinə artıq həyata keçirilə bilər. Və dölün ürəyində qüsur varmı, ara kəsmələri tamdırmı, damar çıxışları normaldırmı, bunların hamısını görə bilirik. Barmaqları saya bilirik, daha aydın falanqalarını görə bilirik barmaqların. Böyrəklər, beyin, fəqərə sütunu, bunlar hamısı detallı şəkildə dəyərləndirilir. Əgər bundan öncə ikili tarama verilməyibsə, 16 ilə 18 həftə arası üçlü və dördlü taramalar verilə bilər. Və yaxud da ehtiyac və göstəriş varsa, NIP testi oluna bilər. Ananın qarnı artıq aydın şəkildə görünür və kiçik də olsa görünür. Sol tərəfinə yatır, gəzir anamız və yüngül sportla məşğul olur. Bilirik ki, dölün inkişafı, beyin inkişafı üçün yağda əriyən vitaminlər, A, D, E, K vitamini və omega 3, omega 6, omega 9 çox önəmlidir. Və məhz bunlar yağ məhsullarında bulunur. Yəni ümumiyyətcə bəzi vitaminləri biz ancaq yağdan ala bilərik və yaxud da yağ içərən quru meyvələrdən və digər qidalardan ala bilərik. Yağlara gəldiyimizdə bizim üçün ən faydalı iki növ yağ haqqında danışacağam. Bu zeytin yağıdır, ekstra virgin zeytin yağı və kərə yağıdır. Onu deyim ki, isidiləndə öz faydalı xüsusiyyətlərini itirməyən yağ kərə yağıdır. Ona görə xörəklərdə, yeməklərdə biz kərə yağı istifadə etməliyik. Amma salatlarda, yəni isidilməmiş şəkildə istifadə etdiyimiz qidalarda zeytin yağına üstünlük verməliyik. Kəsinliklə trans yağlar içərən, margarin kimi yağlar içərən qidalardan uzaq durmalıyıq. Bunlar fast foodda var və paketlənmiş qidalarda var. Amma yağ çox kalorikdir və bunun miqdarı 30 qramdan fazla olmamalıdır. Yəni bu səhər yeməyində bir çay qaşığı qədər kərə yağı, yeməklərdə istifadə olunan 20 qram kərə yağı deyək ki, gün içində tamamilə yetərlidir. Və yaxud da 2 xörək qaşığı zeytin yağı salatın üzərində və yaxud da hansısa soyuq qəlyanaltıların üzərində bizim üçün tamamilə bizim ehtiyacımızı qarşılayır və daha fazla yağ istifadəsi kilo alımına, piylənməyə, bunun da gətirdiyi digər ağırlaşmalara səbəb ola bilər.